iş olsun. Oynayan ayaqlarınız var olsun, barmaqlarınız, nəfəsiniz var olsun. Ben bütün aksakalların, Ağbirçayların şərəfini istərdim, məxsusi qeyd edeyim. Allah Teala heç bir evi, heç bir eli, heç bir ocağı aksakalsız, Ağbirçaysız eləməsin. Və elə çox yığcam şəkildə Əşrəf Veysəllinin bircə kəlməsi ilə istərdim deyim, kimin ki insanlıq siması yoxdur, ona dünyanı ver, mənası yoxdur. Haradakı aksakkal duası yoxdur, orada xeyir olmaz, bərəkət olmaz. Nə yaxşı ki, bax belə xoş günlərimizin, bəxtəvər günlərimizin xeyir duasını, xeyir bərəkətini verəcəyimiz aksakkallarımız var, hələ tükənməyib. Allah onların hamısının canı sağ eləsin. Mən Əhməd babadan, Zeynəb nənədən, Narıngül bibidən xahiş eləyəcəm, buyursunlar bura. Onların Aksakkal Ağbirçay xeyir duasını məclis üçün alaq, gənclər üçün dinləyək, ondan sonra hamılıqla rəqsə qoşulaq. Əhməd baba, Narıngül nənə, Zeynəb nənə, buyursunlar, xahiş edirəm. Deyirlər Şeyx Sədi Şirazi dünyanı gəzərkən hər yerdə tanıyırlar onu, çox məşhur insan olub və hər vilayətdə də çıxıb qarşılayırlar, pişvazına çıxırlar. Hindistanı keçib Çinə çatanda bunu qarşılamağa göndərilən adamların hamısı cavan adamlar olub. Şeyx Sədi kitaya girməyib. Deyib, mən aksakkal olmayan ölkəyə səyahət eləmirəm. Yəni bu sözdə bir atalar məsəlinin özü də var, atalar deyir ki, aksakkalsız yerdə oturma. Bugün istərdim bu aksakkalların xeyir duası birinci növbədə o gənclər üçün ucalsın. Gözləriniz aydın olsun. Cəmi subaylarınızdan görəsiniz. Zeynəb nənə ilə Narıngül bibiyə zəhmət də olsa mən mikrofon da gətirə bilərəm. Amma istəmirəm qocalığınızı boynunuza alasınız. Buyurun. Hörmətli məclis iştirakçıları, dostlar, qohumlar, xanımlar və cənablar, sizin hamınıza xoş arzularımı çatdırmaqla birlikdə sizə can sağlığı, uzun ömür, xoşbəxtlik, ailə saadəti arzulayıram. Arzu eləyirəm ki, hamınızın qəbsində belə toy məclisləri olsun, həmişə sizin xeyir işinizə gələk, həmişə hara addımınız, mənim bu səsimi eşidənlər, hara sizin demək addımınız getsə, xeyir iş üçün getsin. Xudabənd aləmdən arzu eləyirəm. Ailə ailə quranda belədir ki, onun yenişli, yoxuşlu yolları var. Həm yoxuşu var, həm də yenişi. Hamı, elə bil, burada cavanlar da çoxdur. Ailə quranda yaxşı-yaxşı fikirləşmək lazımdır. Bunun yenişi var, yoxuşu var. Onunla da bərabər gərək bir tərəfdə həmişə üslub olsun, güzəş yəni. Odur ki, mən hamıya arz eləyirəm ki, həyatda ən gözəl şey budur ki, birinci can sağlığıdır, ikinci də mehribançılıq. Burada olandan sonra, bu içsi olandan sonra demək, hər şey öz yerinə gələcək. Ona görə də mən burada oturanların hamısına can sağlığı, uzun ömür, nətər də sizə göz aydınlığı verirəm. Əskər kişi ilə birlikdə, bütün qardaşları ilə birlikdə arz eləyirəm ki, Xudabənd aləm bunların gələcəyin xoşbəxt eləsin. Neyinim, necə eləyim deməsinlər, arz eləyirəm burada oturanların hamısında can sağlığı, bir də mehribançılıq. Bu ikisi olsa, ondan sonra hər iş düzəlir. Sizə can sağlığı, xoşbəxtlik, ailə saadəti. Sağ olun, var olun. Allah gələcəyinizi xoşbəxt eləsin. Bu, yox, ağır bulutları bizim üstümüzdən götürsün. Açıq sama olsun bizə. Hörmətli qonaqlar, əzizlər,
qohumlar, qardaşlar, bacılar, analar, hamınızı açıq ürəklə, açıq qəlblə təbrik edirəm. Arzu edirəm, bizim bu iki gəncin həmişə şad xəbərini eşidək, həmişə xoşbəxt günlərini görək, bütün ailələrə sevinc arzu edirəm. Mən arzu edirəm ki, bizim bu iki gənc bir-birini başa düşsün, bir-birini, necə deyərlər, səhvindən, bir-birinin necə sözlərini bir-birini ötürməyi bacarsınlar. Gələcəyin həmişə xoş günlərini bunlara arzu edirəm. Həmişə urzaları bol olsun, həyatda ən uzun ömür, can sağlığı arzu edirəm. Bütün gələn cavanlarımıza açıq səma arzu edirəm. Sağ olun, xoş gəlmişsiniz hamılıqcan. Çox sağ olun. Ben onlara arzu edirəm, bax sizin dayandığınız yer, sizin tuttuğunuz mikrofon olarak qismət olsun. İndi əyləşməyi xahiş edirəm. Çox ağır qara zurnada bir şey ver. Bütün Mehdiyevləri, Əkbərovları və onların sevincinə qoşulanları rəqsə dəvət edirəm. Ceyranım, Ceyranım, Ceyranım. Bir Ceyranım gelsin, Ceyranım.
var olsun. Əyləşək gözəl balalar, əyləşək. Öde körlülük kimdir? Təbii ki, qohumların rəqsi çox olacaq. Çünki hər dəfə mən ağsaqqallara söz verən məqamda qohumlar hamısı qoşulur rəqsə. İstərdim elə rəqslərin də rəngarəng olması üçün bu məqamda bayaq demişdim ki, nə istəyirəmsə demək hamısını demişəm. Amma elə məqamlar gəlir ki, orada istəyirsən ki, demədiyin söz var. Bugünkü məclisin şəxsən mənim üçün başqa məclislərdən ən azı birinci növbədə fərqləndirən bir cəhəti budur ki, mən o kürsüdə hər ixtisas sahibi olan bəy görürəm, tez-tez də görürəm. Amma hərbiçi ixtisasının sahibi olan bəy qardaşlarımı görəndə nəsə mənim üçün elə bil dəyişir. Toyun ovqatında dəyişir. Mən sözümü bu yerdə saxlayıb bircə xahişim var. Salondakı ağsaqqallara deyənlərəm, cavan qardaşlarımın, imkanı olan qardaşlarımın hamısından xahiş edirəm. Bir neçə dəfə, yəni mənə dedilər, sigareti kifayət qədər, mən özümdə sigaret çəkən adamam. Tam ehtiraf edirəm. Elə bir ayağım görürsünüz o tərəflərdə, o koridorda. Odur ki, kimin imkanı varsa bu körpə uşaqların, bu xanımların, anaların, bacıların xətrinə hərdən bir elə çıxıb həm havamızı dəyişək, həm o sigareti kifayət qədər az çəkək salonda. Cavanlar, ələlxüs. Heç kəs inciməz elə biləm sözümdən, çünki bayaq bacılardan da bunu qeyd edən oldu. Və istərdim Zaman bəyin iş yoldaşlarını bura dəvət edeyim. Hərbiçiləri, Məmmədərazım təbricən desək, əskərlər məmləkətin bir nömrəli vətəndaşlarıdır. Və mən Oktay müəllim, Famil müəllim başda olmaq şərti ilə o gözəl kollektivi bura dəvət eləmək istəyirəm. Və bütün badə qaldıran qardaşlarımdan da xahiş edirəm ki, bu badələri əskərindən tutmuş generalına qədər Azərbaycan ordusunun şərəfinə qaldıraq. Çünki ən azı bu bizim borcumuzdur. Hoş gördük. Həmişə toylarda cəm subaylarınızdan görəsiniz. Buyurun, dinləyək. Hər vaxtınız xeyir. Mən də öz adımdan və kollektivimiz adından Zaman bəy və Ayda xanımı təbrik edirəm. Onlara ailə səadət arzulayıram. Çox sağ olun. Zamanın və xidməti uzundur. Burada bəzi bizdən başqa kollektivlər qulluq edir. Burada həmçinin görünən kollektivlər də var. Bu sürətdə istifadə edirəm. Bütün orada iştirak edən o hərbiçilərin sağlığından təbrik edirəm zamanı və bütün hərbiçilər ki, hamısı burada oturub, hamısını dəvət edirəm oynamağa. Sağ olun. Eşq olsun. Buyursunlar bütün hərbiçilər, zabit qardaşlarımız, hərbiçi qardaşlarımız.